Hamıya salam. Bugün sizə Hilal kurslarının 9 noyabr tarixində təşkil etdiyi 5-ci siniflər üzrə mövzu sınaq 2 imtahan suallarını, yəni ingilis dili fənni üzrə izah edəcəyəm. Gəlin başlayaq ilk sualdan, 26-cı sual. Deməli 26-cı sual şərtdən də göründüyü kimi choose the correct pronouns, yəni düzgün əvəzlikləri seçməkdir. Deməli biz bilirik ki, buradakı açar söz, daha doğrusu ipucu feildən əvvələ baxmaqdır və feildən sonraya baxmaqdır. Feildən əvvəl alligator sözü verilib, timsah, daha doğrusu timsahlar. Deməli feildən əvvəl olduğu üçün uşaqlar biz burada rahatlıqla cəm isim olduğu üçün birinci iti çıxacağıq və obyektal olan zemi çıxacağıq. Deməli A, C və yaxud da Y qalır. Deməli nə etməliyik? Yəni hunt feilindən sonra, ovlamaq feilindən sonra gələn, bax bu iki birləşməni fish and birds ifadəsinə baxacağıq. Balıq və quşlar. Feildən sonra, yəni timsahlar balıq və quşları ovlayır. Yəni kimi? Onları ovlayır. Ona görə burada olacaq cavab C variantı. Bir də belə ekstra burada C variantı yazaq. Yenə də çıxdaş üsulu ilə feildən sonra Z gedəcək və sizin obyekt halınız cəmdə olduğu üçün it gedəcək. Gəldik 27-ci suala. 27-ci sual da bizdə əvəzlik bölməsi üzrədir. Gəlin baxaq. My grandma and grandpa are laughing at my little kitten. Mənim deyir nənəm və babam mənim balaca pişik balasına gülürlər. Uşaqlar, burada diqqətli olun. Baxın, nöqtə verildi. Nöqtədən sonra artıq yeni bir cümlə başlayır və cümləmizdə bizim nəyimiz var? Feilimiz var. Biz də yenə də bilirik ki, feildən əvvəl nə etməliyik? Adlı xal qoymalıyıq. Baxın, burada baxırıq ki, bir dənə biz variant olaraq hansı varianta çıxa bilirik? D-ni, yəni ki, zem çıxa bilir. Çünki feildən qabaq cümlə obyekt halından başlamaz. Yerdə qalan variantlar uyğun gəldiyi üçün uşaqlar, siz burada artıq, mən də bayaq yəni ki, bir neçə saniyə əvvəl tərcümə elədiyim üçün siz bilməlisiniz ki, söhbət kimdən gedir? Baxın, söhbət grandma və grandpa, yəni iki nəfərdən getdiyi üçün cavab olacaq Z, yəni onlar. Yəni onlar söhbət burada onlardan gedir. Yəni nənə və baba sevirlər, Z olacaq. Daha sonra 28-ci suala gəlirik uşaqlar. 28-ci sual da bizdə əvəzlik bölməsidir. Ellen is a nice girl. Ellen deyir, yaxşı bir qızdır. Nöqtə-nöqtə eyes are beautiful. Artıq uşaqlar biz, belə deyək, şəxs əvəzliklərini deyil, yiyəlik əvəzliklərinə baxacağıq. Niyə? Çünki biz bilirik ki, deməli, nöqtələrdən sonra isim gəlirsə, biz bura nə qoyacağıq? Aslı. Yəni ki, isimlə işlənən yiyəlik əvəzliyi. Baxın, söhbət Helen-dən getdiyi üçün biz digər variantlara baxmadan çox rahatlıqla B variantını götürə bilərik. Yəni, Ellen, ümumiyyətlə, Ellen adını lap bilməsəniz də belə uşaqlar, burada girl var. Deməli, bu nədir? Qızdır. Digər variantlara baxmağa ehtiyac yoxdur. Gəldik 29-cu suala. Bu da şərtdən göründüyü kimi pronouns, yəni əvəzlikdir. Ümumiyyətcə, belə nöqtələrdən sonra ismin gəlib gəlməməsinə də baxa bilərsiniz. Bir variantlara da həmişə göz gəzdirin. Görün sizdə hansı əvəzliklər verilib. Variantlardan da göründüyü kimi biz burada possessive pronouns, yəni ki, yiyəlik əvəzliklərinə baxacağıq. Uşaqlar, nöqtələrdən sonra gəlib house sözü. Biz də bilirik ki, house nədir? Evdir, isimdir. Nöqtələrdən sonra isim gələrsə biz burada nə götürəcəyik? Aslı tərəf, yəni isimlə işlənən yiyəlik əvəzliyi. A getdi, B getdi. Yerdə qalanlar uyğun ola bilər. Deməli, nə etməliyik? Vaxt itirmədən ikinci tərəfə baxmalıyıq. Çünki uşaqlar, siz bilirsiniz ki, siz imtahanda 4 fənni eyni anda yazırsınız. Vaxtınıza mütləq şəkildə qənaət eləməlisiniz. İkinci tərəfdə görürsünüz ki, isn't, yəni to be verilib və isim gəlməyib. Deməli, orada mən hörü çıxaracağam. Çünki hördən sonra isim gəlməli idi və zeri çıxaracağam. Çünki ondan sonra isim gəlməlidir. Qalır cavab E variantı. Davam edirik 30-cu suala. 30-cu sualda uşaqlar görürük ki, variantlara da baxanda işarə əvəzliklərini işləyəcəyimizi biləcəyik. Deməli, bilirik ki, this, that üstə ilə təksim, those və these üstə ilə cəmsim. Deməli, burada bizə açar söz nə olacaq? Over there. Biz bilirik ki, over there olanda uşaqlar artıq uzağı nəzərdə tutduğu üçün deməli, biz burada götürəcəyik ya Z ya da deməli those. Baxırıq, this getdi. İsmim təkdədir, doc da təkdədir deyə those getdi, this getdi. B və Y variantı ola bilər. İkinci tərəfə baxırıq uşaqlar. İkinci tərəfdə hospital sözü təkdə olduğu üçün those-u da çıxıram. Cavab qalır B variantı. Daha sonra 31-ci suala baxırıq. 31-ci sualda altından xətt çəkilmiş sözləri əvəzliyə çevirməkdir.
Gəlin baxaq. Baxın, yazılıb my sister apostrophe is. Yəni mənim dostumun bacısı. Baxın, xətt bacının altından çəkilməyib. Sadəcə mənim dostumun sözünün altından çəkilib. Deməli burada nə götürəcəm? Mən isimlə işlənən, yəni aslı yiyəlik əvəzliyi. Deməli, D variantını çıxdım. Çünki he yiyəlik əvəzliyi deyil. Her'si çıxdım, her'sdən sonra isim gəlməz. She'ni çıxdım, heç vaxt uşaqlar adlıq haldan sonra isim gəlməz. Ad ola bilər. Yəni mənim dostum kişi cinsi də ola bilər, qadın cinsi də ola bilər. Okay, davam eləyək. Cümlənin axırında yazılıb laughing at her pet. Biz bilirik ki, prepositiondan sonra rahatlıqla obyekt al götürə bilirik və pet burada deməli tək olduğu üçün zem yox, nə götürəcəyik? A variantını götürəcəyik. Daha sonra gəldik uşaqlar 32-ci suala. 32-ci sualda baxın yazılıb nə? Compound nouns, yəni ki mürəkkəb isimlər. Uşaqlar, mürəkkəb isimləri əzbərlədiyimiz halda çox rahat bir şəkildə tapa bilərik. A variantında equipment sözünü çıxırıq. O mürəkkəb isim deyil. A variantı getdi. Mütləq şəkildə çıxdaşla işləməliyik. B variantı geography getdi. Sayılmayan isimdir. Compound deyil. C variantı morning getdi. Nationality sözü də həmçinin gedir. D variantı decoration sözü getdi. Qaldı cavab E variantı. Düzgün cavabımız olacaq. Daha sonra 33-cü suala gəlirik uşaqlar. Baxın, compound istəyir və countable istəyir. Yəni siz diqqətli olmalısınız. Yəni 33, 32-dən biraz daha çətin sualdır. Daha doğrusu diqqət tələb edən sualdır. Baxın, sayıla bilən mürəkkəb ismi götürməliyik. Deməli biz sayıla bilən mürəkkəb ismi götürəcəyik deyə Y variantında sunshine, D variantında homework, C-də football, B variantında information sayılmayan isim deyil, mürəkkəb isimdə deyil. Rahatlıqla A variantını doğru cavab kimi götürəcəyik. Gəldik 34-cü suala. Uşaqlar, 34-cü sualda singular. Singular nə idi? Tək isimlər. Tək isimləri seçməliyik. Tək isimlər nə deməkdir uşaqlar? Variantınızdan cəm isimləri çıxardırıq, qalır bizim tək ismimiz. A variantında fit getdi. B variantında deməli fit sözü cəm olduğu üçün çıxdıq A variantında. B variantında men. C variantı doğru cavabdır. Uşaqlar, gym, garden və news tək isimlərdir. D variantında tis getdi. Y variantı lice, mice getdi. Cavab qalır C variantı. Baxın, news sizi çaşdırmasın. News kökündən, yəni o S onun kökündədir. Onu cəmsim etmir. Daha sonra 35-ci suala gəlirik uşaqlar. Possessive case və yaxud da genitive case bizim hansı mövzumuz idi? Yiyəlik hal. İsmin yiyəlik halı. Uşaqlar, Z artiklı Mr. və yaxud da Mrs. sözlərinin gəlməsidir. Gəlin baxaq. Biz bilirik ki, Z artiklı gəlibsə Muradovu cəmləməliydik. A getdi. B variantı Mr. deyirsə bir nəfərdən söhbət gedir. Soyada cəmləmək olmaz. C variantı yenə də bir nəfərdən söhbət gedir. Soyada cəmləmək olmaz. Yəni xanım Muradovadan söhbət gedir. Xanım Muradovanın malikanəsi. Mansion sözü bilirsiniz malikanədir. D variantı bizim doğru cavabımızdır. Z gəlib bu artıq bir ailəni nəzərə tutur. Soyada cəmləyirik. Apostrof artırırıq. Y variantı isə ümumiyyətcə yanlışdır. Çünki nə qabağında Z gəlib, nə Mr. gəlib. Bu tip suallarda rahatlıqla çıxan uşaqlar Y variantını. Choose the correct translation. 36-cı sualda uşaqlar tərcümədir. Yenə də lüğət əsasında tərtib olunmuş bir sualdır. Gəlin bunu tətbiq eləyək. O fillərin rəngi bozdur. Baxın uşaqlar, burada sizin açar sözünüz nədir? Fillər. Fillər burada nədir uşaqlar? Cəmdədir. Deməli, cəmdə olduğu üçün B variantı zət gedəcək, C variantı zət gedəcək. O dediyi üçün Y variantı Z-si çıxardacağım. Uşaqlar, qaldım A ilə D variantı arasında. Baxın, fillər cəm olduğu üçün uşaqlar D variantına fikir verin, elefanta təkdə verib. Ona görə mənim cavabım 36-da olacaq A variantı. Gəldik 37-yə. Uşaqlar, 37 deyir ki, choose the correct line of words. Yəni bu tip sualların şərtləri sizi çaşdırmasın. Deyir ki, choose the correct line of-a qədər hamımız bilirik ki, nə deməkdir. Yəni düzgün cərgəni seç. Nə cərgəsi uşaqlar? Birds, yəni quşlar olan cərgəni. Mən bunu belə seçim ki, şey olmasın. Quşlar olan cərgəni seçək. Gəlin seçək uşaqlar. A variantı giraf, zürafə deməkdir. Quş deyil. Yəni quş deyil də, yəni çıxırıq. B variantı hospital. Çıxırıq. Yəni uşaqlar bir dənəsini tapdınızsa, çıxın, vaxt itirməyə heç ehtiyac yoxdur. C variantı cow, inək. Çıxırıq, o bir quş deyil. D variantı eagle, qartal, duck, ördək, crow, deməli qarğa. Bəli, cavab budur. Bunu kuruqluya, yəni dairəyə alaq. Y variantında ladder, nərdivan, invitation, dəvət, library, kitabxana. Bunların ümumiyyətcə heç bir canlı ilə əlaqəsi yoxdur, nəinki birds-lə. 38-də gəldik uşaqlar. 38-də uncountable istəyir.
Baxın, uncountable-da demir ki, uncountable olan sıranı seç. Sadəcə sizə cümlə verilib və numerativ sözlər verilib. Numerativ sözlərdə hamımız bilirik, yəni ki, sayılmayan isimlərin ardınca bunu biz keçmişdik. Uşaqlar, burada sizin ipucunuz E artiklıdır. E artiklı gəlib deyə PC cəmləyə bilmərəm. A getdi. B variantında baxın, furniture ilə adama belə oradan belə deyək də, loro dildə desək gəl deyir ki, yəni furniture burada cəmlənib. Olmaz. Furniture çünki uşaqlar cəmlənmir. Sayılmayan isimdir. C variantı da həmçinin furniture cəmlənmir. Qaldım D ilə Y arasında. Uşaqlar, baxın, D-də çox balaca bir ipucu var. Sizin hansı ki D variantında çıxmalısınız. Baxın, furniture bilirəm ki, sayılmır. Qabağında E artiklını belə verə bilmərəm. Qalır cavab E variantı. A new piece of kitchen furniture is brown olacaq. Gəldik 39-cu suala. Uşaqlar, 39-cu sualda bizdən cəm isim istəyir. Gəlin baxaq. A variantında uşaqlar actress, ümumiyyətlə 2 dənə S-lə bitənlər tək isimlərdir. Bunu rahatlıqla çıxırıq. Aktrisa deməkdir. B variantı bilyards kökündədir, həm də sayılmayan isimdir. C variantı oksun cəmi oksun olur, çıxırıq. D variantı doğru cavabdır. Y variantında fiziksi çıxırıq. Cavab doğru D olacaq. 40-cı suala gəldik uşaqlar. 40-cı sualı belə yaxınlaşdıraq. Dialoqdur. Hər iki tərəfə diqqət eləməliyik. Gəlin baxaq, doğru variantı istəyir. The keyboard and the monitor of my computer blank, yəni boşluq, new. Uşaqlar, baxırıq. Of-dan həmişə demişik hara baxaq? Əvvələ baxaq. Of-dan əvvələ baxdığımız zaman keyboard, monitor 2 dənə isim olduğu üçün deməli mən bura mütləq nə qoyacam? Ad qoyacam. C getdi, Y getdi, B getdi. Uşaqlar, qalırsınız A ilə D arasında. Görürsünüz, cavabda da, daha doğrusu dialoqun ikinci tərəfində də sual cümləsi. Deməli, zeyarla başlaya bilməz. Cavab D variantı. 41-ə baxdıq uşaqlar. Baxın, 41-də artıq nə deyir bizə? Yanlış cavabı seçin. Mütləq şəkildə, yəni to be olan yanlış cavabı seçin. Doğruları çıxırıq, yanlışlar avtomatik qalacaq. A variantında heç bir yanlış yoxdur. Deməli, apostrof S-dən sonraki ismə baxırıq. Kitchen-dan iz işlənib, düzdür. B variantına baxırıq uşaqlar. Colors-dan ar işlənib, düzdür. Baxın, frog-a baxmırıq. Colors-a baxırıq. C variantı doğrudur. D variantı, baxın uşaqlar, zürafənin boyunu. Boyunla, gəlin bunu belə eləyək, tam aydın görəsiniz. Boyun sözü ilə ar işlənə bilməz. Deməli, yanlış cavabımız D-dir. Y variantında da tamamilə doğrudur. Yəni ki, bizdən yanlış istəyir. Yenə də təkrar eləyim. Choose the correct negative. Çox negativi siz yanlış olaraq düşünürsünüz. Uşaqlar, negativ sözü yanlış demək deyil. Negativ deyir ki, inkar. Yəni ki, to be olan cümlədə inkar axtarmalıyıq. Am not, is not ya da are not axtaracağıq. A variantına baxıram. Uşaqlar, of-dan əvvələ baxırıq. Classrooms cəmdədir, isn't olmaz. B variantına baxıram. Baxın, notu ardan sonraya, daha doğrusu notla ar arasına isim girməz və yaxud da nə bilim sifət girməz. Big burada sifətdir. Yanlışdır. C variantı baxıram. The classrooms of our school aren't big. Bəli, doğrudur. Yenə də D-də və Y-dəki səhvi də gəlin baxaq. D variantında ümumiyyətcə pozitiv sentens, yəni ki, belə deyim də, normal təsdiq cümlədir. Y variantı isə sual cümləsidir, interrogativdir. Bizdən isə nə istəyir? İnkar cümlə istəyir. Daha sonra uşaqlar gəlirik 43-cü sual. 43-də nə istəyir bizdən? Uncountable. Deməli, countable-ları çıxırıq, cəmləri çıxırıq, rahatca tapırıq. A variantında uşaqlar, A variantında həm mouse, həm leg sayılır. B variantı meal sayılır. İstisnalarda var idi. C variantında lake və horse sayılır. D variantında head sayılır. Qalır cavab Y variantı. Soup, wheat, oil bunların deməli, üçü də sayılmır. Gəldik 44-cü suala. Is your nationality Azərbaycan? Uşaqlar, baxın. Bizim burada your sözünün heç bir önəmi yoxdur. Bizim sözümüz, yəni əsas ismimiz nədir? Nationality, milliyyət. Deyir, sənin milliyyətin Azərbaycanlıdır, yəni milliyyətdən söhbət gedir. Milliyyət də tək olduğu üçün cavab uşaqlar olacaq B variantı. Z-ləri çıxıram, U-nu çıxıram, no-dan sonra da it is verib, it isn't verməli idi. 45 düzgün tərcüməni istəyir uşaqlar. Beautiful nature, gözəl təbiət. Bəli, doğru tərcümə budur. Gəlin digərlərinə də baxaq. A new library, qədim kitabxana demək deyil, yeni bir kitabxana deməkdir. A fat firefighter, arıq yanğın söndürən yox, kilolu, yəni kök yanğın söndürən. A nice dress, qəşəng şalvar yox, qəşəng don. Different countries, müxtəlif adətlər yox, müxtəlif ölkələr. Ona görə cavab A variantı.
46 incorrect translation istəyir, yanlış tərcümə. Baxın, yenə də uşaqlar xahiş edirik. Sualın şərtinə diqqət edin. Bəzən bilirsiniz, sadəcə sualın şərtinə görə bir balınız gedir, çünki səhv variantı seçmiş olursunuz. Diqqətli olun. Bizdən səhv tərcümə istəyir. Gəlin baxaq. To count crayons, rəngli karandaşları saymaq doğrudur. To finish the game early, oyunu erkən bitirmək doğrudur. To fly a kite, çərpələk uçurtmaq doğrudur. To munch the bread, çörəyi doğramaq. Xeyr uşaqlar, çörəyi doğramaq munch deyil. Munch çeynəməkdir. Deməli, yanlış tərcüməmiz bu olacaq. Gəlin yenə də Y-yə də baxaq. To hide in the forest, meşədə gizlənmək doğrudur. Choose the line of nouns, doğru isim olan sıranı seçək. Uşaqlar, isim olan sıranı seçmək nə deməkdir? Variantlardan feilləri, sifətləri çıxırsınız, rahatlıqla tapırsınız. Bir dənəsini belə tapsaz, çıxırsınız, rahat olur. A variantında collect, toplamaq, feil, easy, asan sifət çıxdıq. B variantı get up, feil, çıxdıq, yoxdan durmaq deməkdir. C variantı hungry, to be ifadələri də keçmişik, lüğətdə də keçmişik, ac, necə, sifət də çıxdıq. D variantı listen, qulaq asmaq, çıxdıq, qaldı cavab Y. Lip, bir dənə bunu tərcümə edək. Lip, dodaq, leg, ayaq, leaf, yarpaq. Uşaqlar, 48-ci sualda doğru variant istəyir və to be ifadələrdir. Deməli, tərcümə əsaslı bir sualımız olacaq. I am blank, yəni boşluq, French fries for breakfast. French fries nə idi uşaqlar? Qızardılmış kartof qızartması. They are very delicious. Uşaqlar, deməli, burada söhbət yeməkdən gedir və ikinci cümlədə delicious sizin açar sözünüzdür. Yəni, deməli, delicious nədir? Dadlı, ləzzətli. Deməli, bir şey dadlı, ləzzətlidirsə, mən ondan terrified olmayacam, bored olmayacam, tired, ümumiyyətcə nə əlaqəsi var? Late for, çox rahatlıqla çıxırsınız. Uşaqlar, söhbət yeməkdən gedir. Late for isə harasa nəyəsə gecikməkdir. Yəni, bunun da dəxlisi yoxdur. Cavab qalır C variantı. Fond of nədir uşaqlar? To be fond of, xoşlamaq. Burada deyir ki, mən xoşlayıram. 49 və 50-ci suallarımız qaldı uşaqlar. Gəlin buna da baxaq. İp atlama və tək daş mənim sevimli oyunlarımdır. Aha, ip atlama da, tək daş, yəni klass oyunu. Hər iki uşaqlar, bütün variantlarda görürsünüz jump rope və hopscotch verilib. Yəni rahatdır, əslində rahat suallardan biridir. Çoxdaş üsulu ilə çox rahat tapa bilərik. A variantında 2 dənə oyun verilibsə uşaqlar, biz demişik ki, iz yox, nə almalıydı? R. B variantı, baxın, B variantında hər şey yaxşı gəlir, amma cümlənin axırında game yox, games olmalıydı. B çıxdıq. C variantı 2 dənə isimlə iz gəlməz, nə olur olsun. D variantı doğru cavabdır. Y variantında da mayından sonra uşaqlar isim gəlməz. Yəni bu biraz tərcümə, biraz to be, biraz da yiyəlik əvəzliklərini əhatə edən bir sualdır. Gəldik 50-ci suala. Choose the correct translation, düzgün tərcüməni seçməliyik. O yanğın söndürənin dəbilqəsi qırmızıdır. Baxın uşaqlar. Yanğın söndürən təkdədir. D və Y variantlarından rahatlıqdan çıxıram, çünki zoos gəlib. A, B, C qalır. Gəlin baxaq. Yanğın söndürən təkdə olduğu üçün B variantında firefighters cəmdə verilib, çıxırıq. Qaldıq A ilə C arasında. Dəbilqə tək olduğu üçün uşaqlar helmet olmaz, helmet olar. Cavab A variantıdır. Ümid edirəm ki, çox yaxşı və belə deyək də rahat keçib imtahanınız. Sağ olun uşaqlar.